Veriblər onun qabağa, yolcuna bu tipi öz aləmində elə bilir ki, bu oturub düz danışır. Başdan ayağa safdır, başdan ayağa safdır. Bir dənə bizim məclisin qismət olsa açacaq, otura, mən telefondan izah vermişəm, amma özü də bilir səhvdir. Telefonda ona nöqtəsindən vergülünə qədər izah vermişəm. Biz səhvdir. Mənə qarşı pis danışmır, ha. Mənə qarşı pis danışmır, mənə qarşı hörmətsizlik eləmir. Amma elədiyi hamıya aid ucu olur bu. O ki, deyəndə ki, lotu ideologiyası yoxdur, mənə hörmətsizlikdir o. Mən yenə deyim, mən Pagizli lotuyam. Sən mənə də hörmətsizlik edirsən. Sənin indi 5-10 manat pılıva görə, sənin indi nə bilim şeyvə görə, sənin öz səhvivə görə, sənin öz savadsızlığına görə, sən niyə durub lotu ideologiyasını hədəf götürürsən? Sən indi savadsızlığına görə, sən indi bilməzliyinə görə, nə bilim, indi pagonlar belədir də, pagonlar onsuz da adam axtarırlar ki, istifadə eləsinlər bu proqramı ilə, öz proqramaları. Deyir, Rüfatın dustağı var. Allah iraq edəsin. Dustaq o adama deyirlər ki, sən gedib bu adamdan şikayət eləyəsən, dustaq ki, gedib bu adamdan şikayət eləyəsən, o adamı tutarlar. Dustaq buna deyirlər, filankasının dustağı var. Yoxsa sənin xanımınla olan aranda tema, ailə teman, ona görə kimsə tuturlarsa, pagonlar ürəyi istəyir tutur, ürəyi istəyir bıraxır. Burada Rüfat neynəsin? Burada mən neynəyim? Burada İvan neynəsin? Burada Petrov neynəsin? Pagonlar kimsə tutacaq, ürəyi istəyəcək, tutacaq, ürəyi istəyəcək, tutmayacaq. Burada kimsə nəsə günahı var. Ola da bilməz. Dediyim kimi, dustaq o insana deyirlər ki, sən gedib ona şikayət edəyəsən, sən gedib ondan nə bilim, zayıfliyini yazasan, sən gedib ona nə bilim, üzünə durasan, onu tutarlar, oldu sənin dustağın. Kimi tutdular, kimsə söhbəti ola, kimsə tutular, filancasının dustağıdır. Elə demək olmaz. Rüfatın özünü deportasiya elədilər bu söhbətlərə görə, özünü deportasiya elədilər 3 aydan sonra.